Bilmirəm. Müğənni Ayla Şirəliyevaya ağır itki üz verib. Müğənninin nənəsi rəhmətə gedib. Bu haqda sənətçi özü məlumat verib. Gözün yolda getdin nənə, nəvənin yeriməyini görmədin. Həmişə ürəyimdə olacaqsan. Məni paramparça etdin getməyinlə. Sənsiz bu evdə necə yaşayacağam? Səni heç vaxt unutmayacağam. Allah sənə rəhmət eləsin. Xatırladaq ki, Ayla Arayi ötən il Şahdağdan qayıdan zaman avtomobil qəzasına düşüb. O, hal-hazırda yerimə qabiliyyətini itirib. Xalq artisti Nisə Qasımova Xəzər axşamı verilişində qonaq olub. 2 il əvvəl insult keçirən sənətçi xəstəliyini insanların bilməsini istəmədiyini etiraf edib. Bütün media işçilərinə ilk növbədə təşəkkürümü bildirirəm. Onlardan xahiş etmişdim ki, xəstəliyimdən heç nə yazmasınlar. Laqapedimin yanına da gedəndə deyirdim ki, tək olum, heç kim məni görməsin. Bu mənim mənəvi dayanıqlığım idi ki, xəstəliyimi heç kim bilməsin. Çox müğənni yanıma gəlmək istəyirdi, amma yox deyirdim, mən istəmirdim. Çünki elə insanlar var ki, onların məndən də ağır dərdləri var, məndən də ağır xəstələr var ki, yataqdadılar. Durub zaramaq mənlik deyil, qoy insanlar məni həmişəki kimi görsünlər.